Jevers paradoksu bəs nədir? Jevers paradoksu ümumiyyətlə bu mövzunun əsas mərkəzidir. William Stanley James İngilis iqtisadçısı olub. 1885-ci ildə o görürdü ki, məsələn, hamısı deyir ki, kömürə tələbat azalacaq. Çünki mühərriklər daha effektiv işləməyə başlayırdı. Mühərriklər adətən kömürlə işləyirdi, amma proqres sürətli gedirdi, sənaye inqilabı başlayırdı, dəmir yolları çəkilirdi, daxili istilik mühərriki ilə olan mühərrik növləri çoxalırdı və effektiv olurdu və əlbəttə ki, o biznesmenlər hansılar ki, kömürə sahib idilər, onlar çox böyük qorxuya düşdülər. Onlar elə bildilər ki, yəni kömürə tələbat azalacaq. Amma reallıqda nə baş verdi? Kömürə tələbat dəhşət artmağa başladı. Nəyə görə? Çünki bunun iqtisadi modelini başa düşməyə lazımdır. Əgər bir şey effektiv olursa, tutaq ki, mühərrik, daxili yanacaq istilik mühərrikləri effektiv olursa, deməli daha çox belə deyim, biznesmenlər, daha çox insanlar, daha çox zavodlar onu inteqrasiya eləməyə başlayacaq, düzdürmü? Yəni tələbat, əgər bir şey asan əldə olunursa, effektiv olursa, ona tələbat dəfələrcə arta gedir, çünki hamısı onu artıq istifadə edə bilir. Və mühərriklər nə qədər effektiv olsa da, yanacağa, kömürə ehtiyacı var, düzdürmü? Elədir. Və kömürə tələbat inanılmaz dərəcədə arta getdi. Jevons sırf bunu müşahidə eləmişdi. Və hətta onun iqtisadi riyazi modelini də çıxartmışdı ki, nə dərəcədə effektivlik artdıqca tələbat çoxalır. Çox sadə bir nümunə deyərdim öz həyatımızdan, məsələn, öz həyat ərzimizdə baş verən. Məsələn, 15-20 il bundan qabaq taksi əlçatan deyildi, hamısı taksi istifadə eləmirdi və taksilər çox baha idi. Bəli. Düzdürmü? Yəni o vaxtki manatın dəyəri ilə belə 10 manat, 15 manat, 20 manat, 30 manat idi. Mən o rəqəmləri 5-6 məhəllədə 1-2 taksi olurdu həmişə məhəllənin içində. 5-6 məhəllədə 1-2 taksi. Sonra isə Bolt gəldi, Uber gəldi, bu dünyavi startaplar və taksilərin qiyməti 20 manatdan düşdü 3-4 manata, düzdürmü? Taksilərə tələbat azaldımı? Yox. Taksiliyə tələbat azaldımı? Yox, əksinə inanılmaz səviyyədə çoxaldı. Və reallıqda nə qədər ailələr var ki, Azərbaycanda sırf bu servislərdən, Boltdur, Voltdur, nə bilim, Yangodur, Uberdir, bunlardan istifadə edərək özü də rayonda olsun, şəhərdə olsun, fərqli yoxdur. Nə qədər ailələrini saxlayan, dolandıran insanlar var. Yəni bir şey effektiv oldusa, ona tələbat azalmır, əksinə dəfələrcə çoxalır. Və bugünkü gündə absurdluq ondadır ki, deyirlər ki, əgər süni intellekt kod generasiya edirsə, software mühəndislərə tələbat azalır. Amma reallıqda bu son 3 ildə nə gördük? Software mühəndisliyə tələbat çoxala gedir. Hələ zaten növbəti sualımız niyə IT tələbat bəs artır? Əgər süni intellekt deyirsə ki, çox iş görür.